Götünüzə qoyum sizin. Petuqlar. Buna. Əmcəklər, qəhbələr. Hüseyin Həsənova baxa. Buna. Mənimkini alın ağzınıza. Ağzınıza alın mənimkini oğraşlar, petuqlar. Arvadınızın, nəslinizin ağzına verin. Qəhbələrin hamısı da Rus dilində danışır. Bax. Qəhbələrə bax, hamısı Rus dilində danışır. Qəhbələr hamısı Rus dilində danışır. Qəhbələr, qəhbə südü əmənlər. Hamısı Rus dilində danışır. Hüseyin Həsənova bax, Hüseyin Həsənov. Sən bilirsən də, sən niyə görə ananı, bacını, nəslini trasa düzmürəm? Bilirsən də, Hüseyin Həsənov. Bilirsən, itə yəsinə görə hörmət eləyərlər. Hüseyin Həsənov. Hətta bu qədərini baş aparmadı. Rusiyada Hüseyin Həsənov sənə çirkli pulların transferinə görə, çirkli pulların yuyulmasına görə sənə cinayət qaldırırlar. Özdə ağır cinayət qaldırırlar. Sən Leyla Əliyevanın pullarını yuyubsən həmişə. Leyla Əliyevanın. Dallarını yuyubsən, bir də Leylanın milyardlarını yuyubsən. Hüseyin Həsənov, sən atan şikin birisən. Sən atan şikin birisən. Dastoyunu göt verən olsan, indiyə kimi bir bloger əl tutardın. Siyasi blogerə. Sən atan şikin birisən. Leylanın ya amcığını yumusən, ya da Leylanın milyardlarını yumusən. Xeyr ola. Sən Rusiyada axtarışdasan. Bütün Rusiya televiziyaları səni Rus gibi vaxtlarırlar. Sən də İlham Əliyevin yanındasan. Xeyr ola. Üstəlisiniz siz. Bu nə qədər bezabraziya, bu nə qədər dəhşətdir. Rusiyada ən ağır cinayətdən axtarışda olan adam Emin Ağalarovun yetimçəsinin burgerini yiyir. Dəlixana da, bunun adı Alex'dir. Bunun adı Alex'dir. Emin Ağalarovun qohumudur bu, Alex. Özü qəhbə kimi. Emin Ağalarovun qohumudur, adı da Alex'dir. Özü bisinə qayırır bunun. Özü vəhşi kimi yiyir yeməyi. Bisinə təri. Yeməyi vəhşi kimi yiyir. Yeməyi vəhşi kimi yiyir, öyle çəkir belə, özünə diqqət yaradır. Alex, sən damcıq əmənsən də, kimsə nəsə, sizin kökünüzə soxum. Hamınız 200 qramlıq amcığa görə kişi olan döysünüz mən. Ay Hüseyin Həsənov, ay Şükran, Adil Əliyev, Emin Ağalarov, sizin hamınız, sastavınız, sülaləniz 200 qramlıq amcığa görə kişi olan döysünüz mən. Bu sizin kişiliyinizə soxum.